Hara gedirsiniz? Polis efendim. Onu bura, bu cemaati bir de yığmasın. Bu sözü mən dedim, olmasa bir kurumun emri olmadan götürdüler polisler qeyri-qanuni 29 vəbşə bax bu cür hərəkətlərə yol verir. 29 başlı SVMC ay uşaqlar Global SVMC şirkəti. Hə, bax bunu tehmirlər, bizə zulüm verirlər, bizə aldadırlar. Bütün özdəki söz vəd verirlər və də bu bir dənə şirkətin 3 dənə deyir təsirçisi var. Bilmirik hansıdır. Tağı İbrahimovdu mu, Aydındı mı, Ademdi mi? Hamısı da qaçır gizlənib bir dənə nümayəndə verirlər. Gəlsən cəmaatı susdu, o da gəlir deyir ki mənə inanmırlar. Biz nə qayra nə eləyək? Şirkətin adını bir daha deyin. Global SVMC şirkəti. Neçə ildir bax bu binada? Düz 19 ildir. Mənim nəvəm balaca uşaq, oğlum balacı idi. İndi nəvəm o boydadır. Mənim var idi 40 neçə yaşım, 42 ya. İndi mənim 65 yaşındayım. Ay sentyabrda 65. Hələ də tikilmir. Oğlum kvartinat qalır, özüm məktəbin, Sovetin məktəbin zirzəmisində qalıram. Başa çatmayan yarımçıq bina. Neçənci mərtəbədən ev almışdınız? Biz mərtəbədə bax, mənim vermişdi 7-ci mərtəbəm verdi Mansara, 60 kvadratımı elədi, 47 kvadrat. Bir de buradakı evimdə sənətimi səhv verib, nömrəsini yazmayıb, orijinalı mənə verməyib, mənim yaşlılığımla istifadə edib, mənə aldadıb. Bir evi 3 adama satıb, başa başına çıxıb. Cinayət tərkibli bir evin sahibini tutub aparmır. Tələfkarı aparır 29-cu polis bölməsinə. Kimi aparıblar? Ay qonşular, niyə dinlənmirsiniz? Kimi aparıblar? Mən burada çəkiliş aparırlar. Yusifi niyə aparıblar? Siz təsəvvür eləyin, dinlənin. Mən çıxış eləyirəm ki, qeyri-qanuni Yusif aparıblar, onu biləsiniz. 29'un polis bölməsi. Sildirmək üçün, onun üçün başa düşdü. Hayır. Cəmaatı sübut olmasın, videolar. Yenə də tələb olunacaq, yenə də gediləcək. Gəlin burada xanım, burada danışın qoyun cəmaat eşitsin. Siz təsəvvür eləyin, bizi susturmaya çalışırlar. 29'un polis bölməsiləri töküblər bura. Qeyri-qanuni Yusif aparıblar, onu biləsiniz. Mən nə çıxış elim xanım? Bizi heç kim eşitmir. Qanuni bir iş görmürük. Biz evimizi tələb edirik. İstəyirik ki, tikilsin. 19 il hansı dövlətdə 19 il bina tikilir? Hansı şirkət belə eləyir? Elə şey görülməyib. İstəyirik ki, bir dana bizim prezidentimiz bizi eşitsin. İlham Əliyev bizi eşitsin, kömək eləsin. Onlardan şirkətdən alsın binaları, özü ayrı şirkət versin. 19 ildir bu əziyyəti çəkirsiniz. 19 ildir xanım, 19 ildir. Bu binalar tikilir. 8 ildir mən almışam. Cəmaat burada ucu rəhmətə gedəni də var. Nə bilim, qocalan da var. Kim cavan idi, ucu qocaldı, hələ köçməyiblər. Böyle şey olar, nə kompensasiya, nə kirayə pulu, nə heç nə vermirlər, nə qaqvarisi, heç vəşi heç gəlmirlər. Adəm İsmayılovdur bu buranın böyüyü, şirkətin böyüyü, gəlmir. Gəlmir, bir izahat vermir, bir cəmaata şey eləmir ki, ne için bu binaları tikmir? Orada çəkilmək lazımdır. İtibar yoktur. Burada işçi değil, yalandan değil ki işçiye fon verebilirler 2000. Bakıram da tuttuk. Bu işçiyi de ben istedim. Ben getirip vermişim. Bu yalanlar. Yol açık. Hakkınızı para verin. Ama olmayan şey demek. Olmayan. Niye yapardın? Ona göre yapardın. Hırsıman istedi. Oğlum burada boğul öldürüldü. Benim elimden YouTube aldı. Sen yoktu o maşaymış. Dedim ya 29'da polislerim tök bura. Bak bunu burada boğul öldürdüm.
Hemen Yusuf aldı onu benim elimden. Kim değişen? Yerşen bu değil buranın teşkilatçısı ne bileyim. Bu yeni Bəli, 2 gündən bir mən aldadır. 2 gündən bir deyirsən ne bu remont, sənətimi remontu ilə Siz yazılır. ümumiyyətlə evinizi tikili vəziyyətdə görmüsünüz? Yox, hani bu deyir yarımçıq qalıb burada. Biri də mansardan verib 60 kvadrat olubdu 47 kvadrat. İçinə də su, bax bu yağış hamısı bütün cəmaatı su bastı. Əslində 20% də əlavə verilməlidir axı. 20 ay sonra verilməyib. Verilmədi. Hə, kəsildi hamısı. Hamısı kəsildi xanım. Hamısı kəsildi. Gedin bütün qonşulardan mən vermişəm intriqəni xanım. Mənim də adamlarım var. Gedir hamıdan alır. Olmayan şeyden. Çoktan bahsettin orta zamuat suğuzu. Ne bu? Bir tek dur. Bu adamı ileride ben çok beğendim. Ne bileyim ne çarptın? Bu adamın ortasına köpek. Sen ne diyorsun? Ha bir yerden dünen çalardın. Ha dünen nedir? Niye gelmedin? Sotel yardın. Ha diyelim ki işçinin 2000'ini verebilmirler. Yok dünen çarptı yardın. Çünkü bu adamı pulu vermiş. Abi 2000'ini verebilmiş. TikTok'ta bakıram hele danışıyor diye. Oğlum ben işçinin pulu vermişim. Öyle yalanlar. Ondan gördüğü ya. Ay gözüne de Bir dakika, haş, bir Sabah var ya dakika. açıyor. Bir dakika. O Yusuf, o bir dakika. Yusuf sen. Köyde Allah bir dakika dur. Yox, siz kimsiniz? Səlahiyyətli şəxsiz kimsiniz? Kimdir? Siz özünüzü təqdim edin. 29 ildə insanlar evi verilir. Sənətə şəxsi başqasına verir. Direkt aşmaqla hara çəkəcəksiniz? Aydın, Elşən. Bəs bu qız hansına getsin ay cəmaat? Neçə ildir bax burada ev almaq üçün yaxınlaşmışsınız? 2007-ci ildən pul vermişik. D blokundan məsəl üçün, hələn bu vaxta qədər bizim evimizi verən yoxdur. Hər gün deyirlər, bugün sabah, bu millət də, bu sakinlərin hamısı da ona görə yığılmışıq ki, biz haqqımızı tələb Bu edirik. şəxsən nəyin? O şəxs pul məsələsi idi, o deyir, pul vermişəm, yiyib, nəsə Allaha xoş Sənətli getməmişim. şəxsi, MTK-nın Qohum sənətli əqrəbəsidir, qohum Neydi əqrəbəsidir. problem? Yox, qoçu da nə bilim yerdə, Neydi qoçu olsun. problem? Heç nə, o bizim aramızda olan söhbət. O binaya aidiyyəti yoxdur. O bina Yox, deyir ki, mən niyə pul yox? vermişəm. Bina tikilməyib, Yusif də bu cəmaatı ona görə qaldırıb. Biz də deyirik, yox, yalan danışma, göydə Allah var. Elə şey yox. Biz binamızı, haqqımızı tələb edirik. Və yarımçıq qalmış binalardır. Burada 10 ildən çoxdur ki, biz elə hər gün 10 şikayət il yoxsa edirik. 19 il? 19 il mənimdir. 10 ildə alanlar var. Təsəvvür eləyin, bura 10 ildən çoxdur qalıb. 19 ildir mən pulunu vermişəm. Hələ deyirlər ki, 15-ci mərtəbədə hələ heç nə yox. Buyurun. Bu məsələ ilə bağlı icra hakimiyyətinə müraciət Bəli, hər bir etmisiniz? yerə müraciət olunub, heç bir xeyri yoxdur. Səbəb nə göstərilib? Heç nə deyirlər ki, narahat olmayın, düzələcək. Prezident 19 il aparatına ərzində. qədərdir, bəli. Bugün sabah bir aya gedin başlayır, bir ayda gedirik. Yenə də yoxdur, yenə də yığılır. Millət gəlir bura xeyri yox. Bəs günahkar kimdir? Günahkar binanı tikəndən. Qlobal MTK. Bəli, imtika hər gün deyir. Buyurun. Bax bu şirkətin adını çəkirsiniz, hansı şirkətdə bir daha deyil? Şirkəti Global MMC-dir də. SV. Bu şirkət əvvəldən sizlə müqavilə bağlananda əvvəldən bu şirkətlə Xeyr, bağlanıb. bu Əvvəl hansı şirkət oldu? səhv eləmirəmsə 3 il bundan əvvəl təzədən alınıb. O Nehram Holding idi. Nehram Holding çıxdı Gilamada qədər şirkətlər ən axırını çevir bunlar alıb. 3 ildir deyəsən. Fəali 3 ildir. Eyni bu sözü deyirlər ki, narahat olmayın 20 günə başlayırıq. Bu da bunların ofisləridir. Rəhbərliyi kim bəs? Rəhbərliyi nə bilim vallahi 3 dənə 4 dənə rəhbərlik var Sonuncu deyirlər. dəfə məsələn bax siz kimlə müqavilə bağlamısınız? Yox, bizim müqaviləmiz o vaxtkidir. Hə. Xanım, o vaxtki müqavilədir, alqı-satqı olub, arayışımız əlimizdə, hamımız var, beləncə, hamının evi göstərilir, məbləğ ödənilənlər var, ancaq ki, heç nə yox. Tikinti deyilən şey yoxdur hələ. Sualınız var?